Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Qışa hazırlıq tədarükümüz davam edir. Bu günləri mən gəlin barmağı, kavhasının, mürəbbəsinin hazırlanmasını sizinlə bölüşəcəm. Nazik uzun gavalları xalq arasında gəlin barmağı adı adlandırıblar. Gavalları tərtəmiz axar suda yudum. Üz qabığını nazik soyub bıçaq vasitəsilə orta hissəsindən çərtib, içərisindəki tumun hamısını çıxartdım. Təmizlik qutarandan sonra məndə 5 kiloqram gaval alındı. 5 kiloqram gavalın üzərinə 4 kilo 800 qram şəkər tozu töküb axşamdan səhərə şirədə saxladım. 20 dəqiqə qaynadıb qazın altını söndürdüm. 30 dəqiqə saxlayandan sonra ocağın altını kürxodda qoyub mürəbbəni yenə bişirməyə başladım. Üzərindəki kəfləri də tərtəmizlədim. Mürəbbənin suyu tam çəkilmişdi, çox gözəl rəngi var idi, dəndən idi, əzilməmişdi. Əgər siz də bu cür hazırlasanız, inanın çox bəyənəcəksiniz. Hazırlayın, hər kəsə nuş olsun, göz haqqınızı halal edin. Allah'a əmanət olun.